Hər kəsə salam, Əvvəlçinarda sizləri xoş gördük. Bu gün də yeni bir mövzuyla sizin qarşınızdayam. Mövzu axınımız təbii ki, davam edir və bu mövzunu bitirməkdən ötürü sxemə baxsaq, əsasən bizim 2 mövzumuz qalıb. Bu gün əslində sxemə uyğun Forex-də uğurun sirri, strategiya, intizam və daimi öyrənmə, davamlı öyrənmə haqqında danışmaq istəyirəm. Yəni özünü inkişaf etdirməklə bağlı danışmaq istəyirdim. Lakin bunu sona saxlamaq istəyirəm və bu gün prop firmalar haqqında danışmaq istəyirəm. Çünki son vaxtlar bütün dünyada olduğu kimi ölkəmizdə də prop firmalara maraqlar artıb və istər yeni başlayan treyderlər olsun, istər təcrübəli treyderlər olsun, yəni kifayət qədər bunlar prop firmalardan istifadə edirlər. Lakin onu demək istəyirəm ki, və o haqda danışmaq istəyirəm ki, prop firmaların əsas mənfi və müsbət cəhətləri haqqında danışmaq istəyirəm və sonda prop firmalar barəsində treyderin prop firmalardan istifadə etməlidir və yaxud istifadə etməməlidir. O haqda öz fikrimi bildirmək istəyirəm. Və ilkin olaraq ondan başlamaq istəyirəm ki, təxminən mən də təbii olaraq bu prop firmalardan istifadə eləmişəm. Təxminən bir 4-5 il bundan qabaq və həmin vaxtları prop firmaların sərt tələbləri var idi, sərt şərtləri var idi. Yəni indiki kimi deyil. İndi müəyyən qədər biraz yumşalmalar var. Əvvəl isə daha sərt belə deyək şərtləri var idi və təbii olaraq bu şərtlər mərhələli idi və həmin mərhələləri keçəndən sonra treyderə müəyyən fon hesabı verirdilər idarə etmək üçün və təbii olaraq o şərtlər də həmin fon hesabında qalırdı və o mərhələlər 2 hissədən ibarət olur. Əvvəl belə deyək, hardasa 4-5 il bundan qabaq sadəcə 2 hissədən ibarət idi və həmin belə deyək, mərhələlər keçəndən sonra həmin öz mərhələ birinci misal 2 hissədən ibarət birinci mərhələ, ikinci mərhələ və birinci mərhələnin öz şərtləri var idi, ikinci mərhələnin də öz şərtləri var idi və sən bunu keçəndən sonra isə səni real olaraq indi birazdan canlı şəkildə həmin prop firmaların, müəyyən prop firmaların belə deyək, bazarda kifayət qədər tanınmış prop firmaların hesablarına baxacağıq. Və müəyyən vaxtdan sonra isə həmin mərhələləri keçəndən sonra və sənə real olaraq fon hesabı verəndən sonra sənə ki, idarə edəsən, orada da həmin müəyyən şərtlər var idi ki, o şərtlərə daim riayət eləməlisən və o həmin şərtlərə riayət eləməsən, artıq sən belə deyək, o fon hesabını, sənə verilən fon hesabını itirəcəksən. O fon hesabını sənə real fon hesabını verəndə bu mərhələləri keçməmişdən qabaq sən ödəniş eləməlisən. Orada da müxtəlif belə deyək, hesablar var. Misal olaraq $5000 hesab var, $10.000 hesab var, 25.000, 50.000, 100.000 dollar, 500.000 dollar civarında hesablar var ki, onların hərəsinin özünün məbləği var və həmin məbləği ödəniş eləyəndə sən o həmin belə deyək, hesabın demo versiyasını alırsan və həmin o 2 mərhələni keçdikdən sonra isə sənə real hesab verirlər. Amma həmin şərtlərin əksəriyyəti real hesab sənə fon hesabı versələr idarə etməyə orada qalır. Yəni əvvəl misal olaraq belə deyək, indi baxsaq ekrana gətirim. Misal olaraq burada belə deyək, ilk başlasaq Funding.dən mən əvvəl hələ bura keçməmişdən qabaq mən də yəni təbii olaraq bu fon hesablarından belə deyək, prop firmalardan istifadə etmişəm və həmin vaxtı MyForex fund var idi. Və əksər vaxt ilk öncə buna keçməmişdən qabaq istəyirəm ümumi ya da sonda öz fikrimi daha dəqiq bildirərəm ümumi prop firmalar barəsində. MyForex fund var idi. Çox belə yəni tanınmış prop firmalardan biri idi. Yəni etibarlı prop firmalardan biri idi. Mən də orada hesab almışdım və hesabı səhv eləmirəmsə ikinci dəfədən sonra keçdim. Yəni orada da baxsaq misal olaraq indi misal çəkirəm nəyə görə ikinci dəfədən keçmək. Misal bu misal olaraq deyirəm, Funding.sə baxsaq, məsələn $10 götürsək hələ, bu 2 hissədən ibarətdir. Birinci faza, yəni birinci mərhələ və ikinci mərhələni siz burada görürsünüz. Birinci mərhələdə belə deyək, maksimum sən itirə bilərsən 10 balansın 10%-ni, yəni $10.000 sənin balansın varsa, $1000 itirəndən sonra sən bu belə deyək, hesab belə deyək bağlanır. Yəni sən bu hesabı itirirsən və yatırım elədiyin pul misal olaraq $10 əgər sən burada $10 hesab alırsansa, $66 ödəniş eləməlisən. Və burada faza 1-i, faza 2-ni, yəni mərhələ 1-i, mərhələ 2-ni keçəndən sonra isə sənə real olaraq
fon hesabı idarə etməyə pul verirlər. 10.000 dollar civarında, çünki seçdiyin sənin hesab 10.000 dollarlıqdır və burada və bundan da əlavə həmin bu gündəlik ümumi sən itirdiyin məbləğ, itirə biləcəyin məbləğ 10% 1000 dollar olaraq qalır və gündəlik sən 5%, yəni 500 dollar məbləğində pul itirə bilərsən. Və əgər sən bunu 500 dollar misal olaraq belə deyək, bu gün misal olaraq 200 dollar itirmisən, sabah misal 300 dollar itirmisən, hələ ki əgər sən gün ərzində belə deyək, burada biraz şərtlər başqa cür olur. Firmadan firma dəyişir. Yəni ümumiyyətlə firmaların belə deyək, bir qısa məlumat vermək istəsəm, firmaların əslində əsas məqsədi belə deyək, həmin o firmalara yönələn şəxslərin, treyderlərdən pul qazanmaqdır. Bir mənalı olaraq budur. Çünki nə qədər misal olaraq firma olub ki, indiki dövrə qədər həmin mənim dediyim MyForex Funds özü də etibarlı firma olmasına baxmayaraq müəyyən müddətdən sonra bağlandı və nə qədər orada hesablar var idi, şəxslər var idi ki, yeni almış hesablar var idi, keçmiş mərhələləri keçən və real ticarət edən treyderlər var idi ki, onların hesabları hamısı bloklandı və həmin pullar nə oldu? Həmin belə deyək, firmanın özünə qaldı, həmin o rəhbər şəxslərə qaldı. Yəni istər indi hal-hazırda misal davam edən firmalardan var. Misal FTMO-nu misal çəkmək olar, yəni məşhurdur, dünyaca məşhurdur. Lakin istənilən belə deyək, firmanın məqsədi treyderdən, yəni həm belə deyək, bu hesabları alan şəxslərdən bir məna olaraq pul qazanmaqdır. Mən də vaxtı MyForex Funds-da aldım, ikinci belə deyək, ikinci dəfə, bir dəfə aldım, yandırdım, yəni keçə bilmədim. İkinci dəfədə keçdim, 10.000 dollarlıq hesab almışdım. İkinci dəfə də keçdim. Oradan sonra müəyyən müddətdən sonra isə həmin firma bağlandı və orada olan bütün şəxslərin belə deyək, hesabları bloklandı və təbii olaraq biz artıq ondan istifadə edə bilmədik. Düzdür, son dəfə hardasa 1-2 ay bundan qabaq yenidən onlar fəaliyyətə başlamaq istəyirlər, amma artıq birinci dəfə, yəni firmaya inam itibsə, növbəti dəfə məncə həmin firmadan istifadə etmək düzgün deyil. İndi qayıtsaq bu mərhələ 1, mərhələ 2 məsələsinə. Əvvəl misal olaraq burada bəzilərində bir dəqiqə burada görüm, bir saniyə. Burada bir rahatını. Burada bura baxsaq, misal olaraq 10.000 dollarlıq hesabı da seçsək buradan. Bir dəqiqə. 10.000 dollarlıq hesabı baxsaq, misal 79 avrodur. 79 avroda təxminən əgər avronun %-yə nisbətinə baxsaq, 79 avro təxminən 91-92 dollar eləyir. İndi əgər biz onu belə deyək, kart hesabından alsaq, konvertasiyadan gəlsə 95 dollara gəlib çıxacaq. Yəni sözüm nəyə gətirirəm? Misal əvvəl indi baxsaq burada profit target 10% sən o profit əldə eləməlisən. Bəzi yox, hamısında elədir. Bəzən 8% də var. Bəzi firmalar 8% də var. Burada olan firmalar sadəcə olaraq misaldır. Yəni bunlarla heç bir halda mənim əməkdaşlığım yoxdur. Və yaxud bunlardan nə bilim pul alım, yəni bunları reklam eləyim, elə bir məsələ yoxdur. Ümumiyyətlə elə bir məsələdən hələ ki tamamilə uzağam. Yəni misal olaraq açmışam FTMO, yəni dünyaca məşhur olan firmalardan biridir. Özünün müsbət mənfi cəhətləri var. Ümumiyyətlə bütün firmaların müsbət və mənfi cəhətləri var. Bütün firmaların treyderləri üçün həm müsbət, həm mənfi cəhətləri var. Onu 2 hissəyə bölmək lazımdır. Və burada 10.000 dollarlıq hesaba baxsaq, siz görərik ki, biz bu bir stepli, bu stepə bir mərhələyə çatmamışdan qabaq onu deyim ki, əvvəllər bütün demək olar ki, firmalarda 2 hissəli, 2 mərhələli keçid var idi. Birinci mərhələdə burada görürsünüz, məsələn 10.000 dollarlıq mərhələlik. Misal gətirirəm, misalımı nəyə gətirib çıxaracağam? 10.000 dollar üzərində əgər siz balans almaq istəyirsinizsə, artıq 2 fazalıdırsa, 89 avro ödəməlisiniz. 89 avroda dollara nisbətinə baxsaq, 103 dollar konvertasiya eləsək, 105-106 dollar civarına gəlib çıxacaq. Və burada faza 1-ə baxsaq, 10% siz profit əldə eləməlisiniz və gündəlik sizin itirə biləcəyiniz məbləğ
5%-dir, yəni $500-dır. Eee, 10% ümumi məbləğ itirə bilərsiniz. Misal olaraq $10.000 sizin balansınızda var. 10% $1000 eləyir. $1000 əgər siz ümumi itirsəz bir gün ərzində və yaxud 5 gün ərzində və yaxud 10 gün ərzində itirsəz, balans bloklanacaq, yəni tamamilə sizin hesabınız ləğv olunacaq. Və burada bir məsələ var. Bir məsələ ondan ibarətdir ki, gündəlik 5% itirmə məsələsi var. Misal olaraq sizin $10.000 məbləğiniz var. Siz misal olaraq bu gün $100 itirmisinizsə, sizin balansda qalıb $9.900 və artıq növbəti gün isə həmin $9.900-ın 5% hesablanacaq. Və yaxud da sizin $10.000 hesabınız var, qaldırmısınız, məsələn, qazanc əldə eləmisiniz, balansı misal olaraq eləmisiniz $10.500 və həmin növbəti həftə isə $10.500-ın 5%, yəni qədər siz belə yəni itirə bilərsiniz. Və maksimum dediyim, minimum tradingdeyiz 4 gündür, yəni 4 gün ən azından siz belə deyək, minimum ticarət eləməlisiniz. Amma səhv eləmirəmsə, əvvəllər deyəsən dəqiq yadımda deyil, səhv eləmirəmsə 10 gün müddətində ya 1 həftə müddətində təbii olaraq iş günündən söhbət gedir. Siz ticarət eləməlisiniz və burada əsas məsələyə gəlib çatmaq istəyirəm. Ticarət belə deyək, periodu və bu ticarət periodu görürsüz burada artıq unlimited, yəni limitsizdir. Amma əvvəllər isə bu limitlə idi. Sən 30 gün ərzində misal olaraq faza 1-i keçməli idin. Növbəti 30 gün ərzində də növbəti faza 2-ni keçməliydin. Və burada əsas məsələ bu prop firmaların məqsədi və belə deyək, işlətdiyi hiylə ondan ibarətdir ki, treyderlərə psixoloji olaraq onlara həm rahatlıq verirlər, həm də psixoloji təzyiq altına salırlar. Nəyə görə? Çünki birinci fazada 10% siz ən çox da treyderlərin itirdiyi belə deyək, mərhələ ikinci mərhələdir. Çünki birinci mərhələdə 10%dir və belə deyək, rahat, məsəl üçün sən riski idarə etmə nəzərə alırsan, hamısını nəzərə alaraq birinci mərhələni keçirsən, ikinci mərhələdə fikirləşirsən artıq avtomatik olaraq. Çünki bu prop firmalarda belə deyək, yaradan şəxslər də həmin treyderlərin təxminən hardasa bir 10 gün falan bundan qabaq oxudum ki, biz misal olaraq da demək olar ki, hər bir bizim misal olaraq bir hansısa prop firma öz haqqında danışırdı ki, biz hər hansı bir treyderin bizim əgər belə deyim məhsullarımızdan istifadə eləyirsə, artıq ticarətin ilk 1-2 günündə biz başa düşürük ki, həmin treyder belə deyək, bu mərhələləri keçəcək, yoxsa bu mərhələləri keçə bilməyəcək. Və qayıdaq məsələmizə. Ona görə burada da psixoloji olaraq treyder fikirləşir ki, mən 10% fazanı, o birinci mərhələni keçmişəm və ikinci mərhələ 5% və bunu mən rahatlıqla keçəcəm. Və bu treyderin də belə deyək, ilişdiyi və çətinə düşdüyü əsas faza da ikinci fazadır. O 5% məsələsidir ki, treyder onu çox çətinliklə keçir və yaxud da çox treyderlər ikinci fazada belə deyək, hesabı itirirlər. Və gəlsək ticarət perioduna əvvəl burada 30 gün qeyd olunur, 30 iş gün ərzində siz ticarət etməliydiniz. Əgər 30 gün işi keçsəydi, yenə də sizin belə ticarət hesabınız bloklanıb ləğv olunacaqdır. Və bu da hardasa təxminən müəyyən prop firmalar çoxalandan sonra yeni özlərinə yeni insanları, yeni treyderləri cəlb etmək üçün bu addımları atdılar və fikirləşdilər ki, gün məsələsini ləğv eləyək və insanlarda biraz belə də həm cəlb eləyirlər. Onlar üçün zaten fərqi yoxdur. Və burada elə sanki bu prop firmanı, daha doğrusu bu hesabı məsələn $10.000 hesabı $105 versə keçsəz və refund var. Yəni bu məbləği sizə 100% geri qaytaracaqlar. Bəzilərində refund bəzən az da olur. Amma bunlardan indi FTMO-da 100%-dir. 100%-dir və siz belə deyək, tutaq ki, faza 1, faza 2-ni mərhələ 1, mərhələ 2-ni keçmisiniz və real ticarətə başlamısınızsa, artıq burada sizin qazancınız
nə olacaq? Siz oradan təbii olaraq qazandığınız məbləğin 100%-ni sizin deyil, firmadan firmaya fərqli olaraq dəyişir. Bəzi firmalar var ki, məsələn, FTMO-da up to, yəni 90%-ə qədər qalxa bilər. Amma ilkin başlanğıcda çox güman ki, bəzən 70, bəzən 80, bəzən 85, bəzən 90%-ə gəlib çatır və yəni siz misal olaraq $10.000 belə deyək, hesab almısınız və birinci mərhələni keçmisiniz, ikinci mərhələni keçmisiniz və artıq real ticarətə başlamısınız və qazancınız misal olaraq $1000-dırsa, onun belə deyək, $800 sizindir, $200 isə şirkətin, həmin firmanın. Burada təbii olaraq bəzi firmalarda problemlər də var və burada FTMO-dur və yaxud da Funding Pips-dir. Məsələn, burada bayaq bir gözümə belə deyək. Bir də son vaxtlar Leverage Turbo var. Get Leverage firması çıxıb, səhv eləmirəmsə ərəblərin firmasıdır. Və burada məsələ nədir? Bundan mən qarşıma çıxdı. Bu da bir psixoloji bir addımdır əslində trader üçün və burada nədir məsələ? Düz bir tərəfdən rahat, ümumiyyətlə belə deyək, firmalar haqqında qısa danışsaq, axırda özüm o firmaların məlumat qısa öz fikrimi bildirəcəm. Yəni burada nədir məsələ? Misal olaraq siz $100-lıq belə daha doğrusu $100.000 hesab və yaxud $10.000 olsun, fərqi yoxdur. İstəyir $100.000 olsun, hesab almaq istəyirsiniz. Və burada siz ilkin olaraq $88, daha doğrusu $8.88 ödəniş edirsiniz. Bu hesabı alırsınız deyəndə hələ almırsınız da. Yəni bunu keçmək üçün belə deyək, addım atırsınız. İlkin addım olaraq $8.88 ödəyirsiniz və siz əgər bu belə deyək mərhələni keçsəz, yəni burada da görürsünüz yazıb 6% profit, əslində 6% profit çox yaxşıdır. 6% profit əldə etməlisiniz. Gündəlik itirə biləcəyiniz məbləğ düzdür, burada azdır. $3.000 məbləğindədir. Ümumi 6% yenə bu da azdır. $6.000 məbləğindədir və minimum profit days burada yazılmayıb simulation-da, yəni ki, mərhələdə və time limit də qoymayıblar, 1.30-dadır. Və siz əgər bunu keçdikdən sonra bu $8.88 ödəniş eləmisiniz, keçmisiniz və bu fazandakı mərhələni də keçəndən sonra bu belə deyək, hesabı əldə edib real hesaba keçmək üçün siz buna görə $540 12 sent Get Leverage firmasına ödəniş eləməlisiniz keçdikdən sonra. Bu da təbii olaraq biraz traderlərdə rahatlıq yaradır. Yəni fikirləşir ki, $8.88 də, yəni problem yoxdur. Yəni $9 da belə deyək, ödəniş eləyərəm. Yəni Azərbaycan manatına çevirsək təxminən 15-16 manat pul eləyir. Yəni problem yoxdur. Yəni bunu mən ödəniş eləyərəm, keçmərəm də ki, yəni narahatçılıq yoxdur. Və əsas məsələ burada odur ki, birinci məsələ psixoloji təzyiq ondan ibarətdir ki, siz $9, yəni $8.88 ödədikdən sonra sizə bu asan gəlir, yəni siz artıq bu mərhələyə elə də ciddi yanaşmırsınız və itirsəm də, yəni itirəcəyim elə də çox məbləğ deyil, qazansam da yəni $540, yəni belə deyək də ödəniş eləyib yeni bir daha doğrusu real hesab əldə edərəm. Və dünya miqyasında nə qədər traderlərimiz insan psixologiyasına yönəlmiş bir belə deyək addımdır, belə bir hilədir və dünya miqyasında nə qədər insanlar ola bilər ki, məsəl üçün də, yəni onlar üçün bu rahatdır və belə deyək 100 nəfər elə bir misal olaraq bir addım atsa, həmin bu firma heç nədən, yəni 100 nəfərdən $888 pul qazanacaq. Yəni heç nə eləmir də, sadəcə o firma verir bunu $8.88 və trader fikirləşir ki, problem yoxdur, nədir? Yəni elə də çox böyük məbləğ deyil və 100 nəfər ən az deyirəm, yəni 100 nəfər dünya miqyasından 100 nəfər çox cüzidir. Mən ümumiyyətlə deyirəm və heç nə eləmədən $888 bir firma oturduğu yerdə qazanır.
Və ən əsas məsələ də odur ki, sən bu profirmalardan eee yox, ona qayıtma, hələ o məsələyə gəlməmişdən ümumiyyətlə profirmadan misal olaraq alsaq bunu, misal sonradan isə $540 alandan sonra artıq sən bu şərtlərə riayət eləməlisən. Artıq fundda görürsüz, yəni real hesabda bu şərtlər yenə də qalır. Burada görürsüz 80%dir. Məsəl üçün FTMO-da 90% qalxır, burada 80% sizin qazancınız 20% isə şirkətin qazancıdır və 14 gün ərzində isə sizə yəni ki, onda ödənişi 14 gün müddətindən sonra əldə edə bilərsiniz. Və ümumiyyətlə profi firmaların belə deyək, ticarət etmək əgər niyyətiniz varsa, yəni mənim fikrim nədir? Mənim fikrim odur ki, misal olaraq da siz əgər belə deyək, lap başdan burada 1, 2, 3, 4, 5 dənə belə deyək profi firma var. Lap əvvəldən baxsaq $10, daha doğrusu $10.000 siz hesab əldə etmək istəyirsinizsə, $66 ödəniş eləməlisiniz. Siz $10.000-lıq əgər hesab almısınızsa və $66 ödəniş eləmişdiniz və belə deyək, gündəlik sizin istifadə edə biləcəyiniz, əgər mərhələ 1, mərhələ 2-ni keçmisinizsə təbii olaraq, gündəlik istifadə edə biləcəyiniz məbləğ $500-dur və ümumi isə $1000-dur. Mənim fikrimcə isə sən əgər bu faza 1, faza 2-ni keçmisənsə, ya daha doğrusu keçmək üçün ən azından mən düşünürəm ki, bir 4-5 dəfə bu hesabı yandırsan, təxminən $300, $400 belə deyək, sən artıq ziyan etmiş olursan bir hesabda və fikirləşirəm ki, əgər onu eləyə bilirsənsə, təbii olaraq bu qısa bir hər dəfə misal olaraq deyək də, düşünsək ki, ayda məsələn hər ay misal olaraq təbii olaraq misalda $66 verirəm və mənim gözümə elə görsənmir, 3-4 dəfə bunu alsam və yaxud 4-5 dəfə bunu alsam, 4-5 dəfədən sonra keçmə ehtimalım var. Yəni onu nəzərə alıb, yəni hər ay misal bu yatırımları edirəm, $66 aldım, hesabı keçə bilmədim, batdı, bloklandı. Növbəti ay yenə $66 ödəniş elədim. Təbii olaraq bu Funding Pips-də $66-dır. Yəqin ki, belə deyək, FTMO-da bir Funding Pips-də çoxdan istifadə eləmirəm mən bunlardan. Ona görə Funding Pips-də bir stepli idi, bir dənə 2 stepli olana baxaq. Görək onlar ki, daha mərhələdən ibarət olardı. $10 10K burada lap çox $89-dur və ən bahalı məncə FTMO-dur. FTMO-da 89 avrodur, bayaq hesablamışdıq. Təxminən 100 nə qədər 100 105 106 dollara gəlib çıxır və Step Fiverr'a baxaq. Burada da 2 steplik $69 burada, klassik $78-dur. Yəqin fərqləri var burada. Profit targetdə fərq var, ona görə qiymət dəyişir. Get Leverage-dəki o dediyim kimi də 10K-ya baxsaq, bu da step 1-dir, burada step 2-yə, step 2-yə da var, aşağıdadır. Fərqi yoxdur da, yəni burada da məsəl olaraq step 1-ə baxsaq, burada da yenə də $76, yəni ən aşağısı $66 olan budur. Available swap free 10%. O başqa əlavə 10% əlavə edilməz. Yəni $66 ən azı misal olaraq səhv eləmirəm Funding Pips çıxdı. Yəni bu 5 dənə profi firmaların içərisində. Ona görə də misal olaraq siz 4-5 dəfə bunda aldınız, yatırdınız. Bunda ümumiyyətlə Funda Trading Plus-da vəbşə daha çoxdur da, yəni belə deyək $10 hesab almaq üçün 2 mərhələdən keçmək üçün $89 ödəməlisən bir dəfə və sən bir 4-5 dəfə bunu əgər yandırsan, düzgün aylıq, yenə dediyim kimi aylıq bu gözə görsənmir. Yəni hər ay məsəl $66 desək, yəni elə də gözə görsənən məbləğ olmaz, amma o $66 hər ay onu ödəməkdənsə, misal olaraq bir 6 ay, 7 ay, hətta 10 ay belə o pulu yığsaq, $660, məsələn 10 ay götürsək, $660 pul edir. $660 siz belə deyək hansısa bir yaxşı bir brokerdən tənzimləyicisi yaxşı olan, çıxarışı yaxşı olan, bir problem yaşamayan bir brokerə siz $660 yatırım eləsəz və orada xırda-xırda başlasaq ticarət etməyə,
düşünürəm ki, o daha yaxşı olar. Çünki və indi qayıdıb pro firmalar haqqında öz fikrimi bildirmək istəyirəm və mənfi və müsbət cəhətləri haqqında danışmaq istəyirəm. Bu mövzudan ona keçmək istəyirəm və 660 dollara siz artıq belə deyək, rahat onunla ticarət eləyə bilərsiniz. Təbii olaraq heç bir təzyiq altında siz olmayacaqsınız ki, gündəlik bu qədər itirə bilərəm. Təbii olaraq risk menecmentə və digər belə deyək, risk idarəçiliyinə, lot seçiminə və digər mövzulara da riayət etmək lazımdır. Amma siz burada rahat olacaqsınız. İstədiyiniz vaxt ticarət edəcəksiniz, istədiyiniz vaxt ticarət etməyəcəksiniz və sizin heç bir təzyiq olmayacaq. Təzyiq nədən olur? Misal olaraq prop firmadan istifadə etsəz belə prop firmaların ən əsas belə deyək hiylələri onların şərtlərində olur. Ona görə çalışın mütləq şəkildə şərtləri həmişə oxuyasınız. İndi bu bizə maraqlı deyil. Artıq biz prop firmalar haqqında danışdıq və göstərdim mən xırda bir anları və ona görə də yenidən öz videomuza qayıtsaq və burada prop firmaların hiylələri ondan ibarətdir ki, onların əsas yenə təkrar etdiyim kimi, bayaq dediyim kimi şərtlərindədir və şərtlərini mütləq şəkildə oxumalısınız əgər prop firmalardan istifadə edirsinizsə. Çünki burada onların bəzilərində var ki, sən əməliyyat açmısansa, 1 dəqiqə ərzində stop loss mütləq qoymalısan. Stop loss qoymasan artıq sənin balansın bloklanacaq. Yəni belə blok gülməli şərt kimi görürsən, amma bu şərt 100% var. Və yaxud da xəbərlər müddətində ticarət edə bilmərsən. Xəbərlər hansı xəbərlərdən? Yəni o belə də bazara silkələyəcək xəbərlərdən müddətində ticarət eləmək olmaz. Hardasa prop firmadan prop firmaya dəyişir və bəziləri 4 dəqiqə, bəziləri 5 dəqiqə öncə və sonra ticarət eləməlisən və stop loss dediyim kimi qoymağı bəziləri tələb eləyir. Yəni bu bəzi digər şərtlər də var. Həmin şərtləri də riayət eləməsən, sənin balansın bloklanır və sənin çıxarış eləməyə imkan vermirlər. Çox vaxtda bu nə vaxt baş verir? Sən artıq ticarət edirsən və ola bilər ki, şərtləri oxumamısan və normal ticarət edirsən və həmin ticarət vaxtı normal gəlirini də əldə eləmisən və gəliri çıxartmaq istəyirsən. Görürsən ki, misal olaraq gözləyirsən 1 gün, 2 gün gəlib belə deyək, çıxartdığın məbləğ hesaba oturmur və onlara yazanda bildirirlər ki, siz məsələn bu qaydaları pozmusunuz. Ona görə də sizin məsələn ödənişiniz sizə ödənməyəcək və yaxud da hesabınız bloklanır falan filan. Yəni müəyyən vaxt, çox vaxtları, yəni prop firmaların əksəriyyəti bir hiylə ilə, bir maxinasiya ilə belə də treyderdən pul qopartmağa çalışırlar. Təbii olaraq ən yaxşı prop firmalar olmağı da olsa belə, yəni onlarda da yəni məqsəd belə deyək, treyderdən pul qazanmaqdır. Yəni təbii olaraq deyirsiniz ki, misal olaraq da bu prop firmalar varsa, yəni bu qədər artıbsa, bundan yəni istifadə heç mi yoxdur? Təbii olaraq var. Uğur qazanan treyderlər də var. Təbii olaraq prop firmalar onların bu bəzi treyderlərə necə ki, misal olaraq loteriyanı götürsək, müəyyən müddət heç kim qazanc əldə eləmir və görürlər ki, alış azalır və müəyyən müddətdən sonra belə deyək, bazara alışlar, daha doğrusu uduşlar buraxırlar və insanların bəziləri həmin uduşları əldə edəndən sonra artıq görürlər ki, yenidən satış artmağa başlayıb və yenidən uduşu azaldırlar. Yəni bu prop firmalarda elə onun kimidir. Yəni təbii olaraq müəyyən treyderlərə çıxarışlara da icazə verəcəklər, onlara müəyyən güzəştlər gedəcəklər ki, özlərinə treyder cəlb eləyə bilsinlər. Yəni şəxsləri belə deyək, özlərinə, öz firmalarına cəlb eləyə bilsin. Prop firmalarla mənim fikrimcə və hə, ondan əlavə də prop firmaların ki, o gündəlik 3% və yaxud 5% itirmə məsələsi var. Ümumi müəyyən prop firmadan prop firma dəyişir. Ümumi sən 8%-ni balansını itirə bilərsən və yaxud 10%-ni itirə bilərsən. Bu da mənim fikrimcə mən özüm belə deyək, prop firmada ticarət etmişəm və ticarət etdiyim bir trader kimi onu deyə bilərəm ki, yəni ticarətçini, treyderi daim belə psixoloji təzyiqdə saxlayır və
hər an belə deyək də, istər-istəməz ola bilər ki, sən stop loss qoymamısan, fikrindən çıxa bilər və yaxud da stop loss qoymağa müəyyən müddətdən sonra stop loss qoyacaqsan, həmin vaxt sən misal həmin 1 dəqiqəni keçmisən deyənə o xırda bir nüansa görə sənin balansın bloklana bilər. Ona görə də fikirləşirəm ki, yaxşı halda olar ki, həmin trader əgər sən misal olaraq 100 min dollarlıq əgər bayaq videoda var ekrana çıxartmışdım. 100 min dollarlıq əgər hesab almaq istəyirsənsə, ən azı 500 dollardan keçməlisən. Bəzilərində daha çoxdur, FTMO-da daha çoxdur və bəzən 600 dollardır, bəzən 750 dollardır. Sən minimum 500 dollardır. Bəzən bayram ərəfələrində olur ki, və yaxud da hər hansı bir diskont kodlar olur ki, endirimə salırlar. Bu da təbii olaraq yenə də cəlb eləmək üçündür həmin traderləri özlərinə, həmin firmalara və öz firmalarını cəlb eləmək üçündür. Bu da müəyyən müddətlikdir. Müəyyən müddətdən sonra yenə də həmin o diskont belə kodlar ləğv olunur. Normalda 100 minlik əgər hesab almaq istəyirsənsə, 500 dollar belə deyək, 500 dollarından keçməlisən və əsas məsələ odur ki, sən əgər 500 dollarından keçsən, sən dəqiq həmin mərhələyə keçə biləcəksənmi ya yox? Mən misal olaraq belə deyək, bəzi təcrübəli traderlərdən görmüşəm ki, yəni birinci dəfədən keçə bilməyib və hətta keçdikdən sonra belə real fon hesabını partladan traderlər də olub, yəni itirən traderlər də olub. Yəni normalda misal olaraq belə bir halla rastlaşsan 4-5 dəfə, məsələn 5 dəfədə hesabla eyni 500 dollarlıq hesab alsan, sənin artıq 2500 dolların ziyandasan və 2500 dollar, 500 dollar verdiyinə görə bəlkə sən gözünə elə də çox görsənmir, amma 10 ay müddətində 500 dollar yığsan, 5000 dollar pul eləyir və 5000 dollar yenə normal bir brokerə, yaxşı bir brokerə yatırım eləsən, rahat bir şəkildə ticarət edə bilərsən, hansı ki, sənin üçün heç bir qadağa yoxdur orada. Təbii olaraq risk idarəçiliyinə, risk menecmentə mütləq şəkildə riayət eləmək lazımdır. Amma digər qadağalar yoxdur ki, misal olaraq dərhal stop loss qoy və yaxud da gündəlik bu qədər itirə bilərsən, bu qədər qazana bilərsən və yaxud da çıxarış eləyən vaxtı bu qədər çıxarda bilərsən. Yəni qazanc məbləğin də özündir, artıq zərər də sənin özündir. Sadəcə olaraq prop firmalarda bir dənə üstünlük odur ki, yəni sənin risk edə biləcəyin məbləğ orada misal 100 min dollar deyil. Təbii olaraq prop firma da sənə 100 min dollar vermir. Sadəcə o sənə verdiyi məbləğ 5 min dollar, 10 min dollardır. Yəni 100 min dollar hesab alsan belə, o səni idarə etmək üçün 10 min dollar məbləğini cəmisi pul verir. Sadəcə olaraq balansa baxanda orada 100 min dollar sən görürsən, o sənə biraz belə motivasiya kimi verə bilər də, yəni. O əslində o da bir hiylənin bir növüdür. İnsan trader 100 min dolları belə deyək, hesabda görəndə biraz belə özünə güvənir və biraz daha böyük lotla bazara girməyə çalışır və o limiti 5000 dollar limiti və 10.000 dollar firmadan firma dəyişir, bəzilərində 3000 dollardır, 8000 dollardır. Yəni bu belə deyək. Ona görə də mənim fikrimcə yaxşı olar ki, əgər siz real ticarətlə məşğul olmaq istəyirsinizsə və həm psixoloji baxımdan, həm maddi baxımından belə rahat olmaq istəyirsinizsə, özünüz müəyyən bir müddət ərzində imkan varsa 500 dollar bir 10 ay müddətində, yəni o pulu dəyməyin, qırağa qoyun və 5000 dollar yığılandan sonra yatırım eləyin hansısa bir yaxşı bir brokerə və brokerlər haqqında da bizim videolarımız var. Təbii olaraq brokerin adlarını mən çəkmirəm. Reklam xarakterli olmasın deyənə və yaxud da hansısa bir broker ola bilər ki, mən tövsiyə edirəm, trader istifadə edər, xoşuna, yəni ondan istədiyini, nəticəni ala bilməz və yəni onun üçün yaxşı olmaz və digər məsələlər var. Ona görə də təbii olaraq bazarda bu günləri kifayət qədər sözün demişim, brokerlər var, kifayət qədər tanınmış brokerlər var. Yəni biraz yaxşı axtarış versəz, mən ipucları, brokerlər haqqında olan videomuzda ipuclarını vermişəm, hansı brokerlər seçmək lazımdır.
həmin ipuclarından istifadə edib yaxşı bir broker seçə bilərsiniz. Prop firmaları barəsində son sözüm odur ki, prop firma sənə qazandırmaq kimi görsənsə belə, realda nəticə mənim fikrimcə nəticə odur ki, prop firma məqsədi treyderdən qazanmaqdır. İstər onun treyder etdiyi ticarətdən qazansın, istər həmin o mərhələlər alanda, fon hesabları alanda ondan qazanc götürməkdir. İstənilən halda prop firma öz maraqlarını güdürlər və ona görə də düşünürəm ki, əgər istifadə etmək istəyirsinizsə, prop firmalardan siz gərək ki, şərtləri mütləq şəkildə yaxşı oxuyasınız. Çünki şərtləri yaxşı oxumaq və sizə uyğun olan bir prop firmanı seçməyi məsləhət görərdim. Amma özünüz şəxsən ticarət etmək istəyirsinizsə və özünüz şəxsən əgər ticarət etmək istəyirsinizsə, müəyyən bir müddət ərzində pul yığmağı və yaxşı bir brokerə yatırım edib, həmin broker üzərindən bazara rahatlıqla çıxıb, həm psixoloji cəhətdən, həm belə deyək, maddi cəhətdən rahat bir şəkildə ticarət etməyi sizə məsləhət görərdim. Prop firmalar haqqında bu qədər. Mən uzun müddətdir prop firmalardan istifadə eləmirəm. Bəlkə də şərtlərində hər hansı bir dəyişikliklər var. Ən əsas belə deyək, göz önündə olan dəyişiklik belə deyək, həmin ticarət periodunu yığışdırmaqlarıdır. 30 gün müddətində verirdilər, onu tamamilə yığışdırıblar və bu da müsbət olsa belə yenə də mən fikirləşirəm ki, burada prop firmanı seçməyə əsas vermir. Prop firmalar haqqında olan fikrim bu idi və mövzum da budur. Hər kəsə uğurlar arzu edirəm, profitləriniz çox olsun, canınız sağlam olsun, ən əsas məsələlərdən biri can sağlığıdır və hər kəsə uğurlar. Növbəti videomuz Forex bazarında uğurun sirri, strategiya, intizam və davamlı öyrənmə, yəni özünü inkişaf etmə barəsində olacaq və ümumi açdığımız başlıq haqqında olan mövzulardan mən çalışıram ümumi danışım. Çünki nəyəsə məsəl olaraq brokerləri haqqında danışanda hansısa bir brokeri belə deyək, təqdim eləsəm ki, bu broker yaxşıdır, o broker yaxşıdır. Ümumiyyətlə bazarda elədir ki, istər prop firmalar olsun, istər brokerlər olsun, bütün treyderlərdə fikir ayrılığı var. Ona görə də özünüzün seçməyi səhv eləsəniz belə artıq sizin üçün bu səhv bir dərsdir, bir praktikadır. Ona görə də səhv eləməkdən qorxmaq lazım deyil. Sadəcə olaraq o səhvi daim eləmək lazım deyil və fikirləşirəm ki, özünüz inkişaf etsəniz və özünüzün inkişaf etməyinə çalışsanız daha yaxşı olar və bu qədər. Bir daha hər kəsə uğurlar. Allah amanında.